şikayətim ondan ibarətdir ki, bu qiymətləri qaldırsınlar. Camaatın da etirazı var, yəni əməkdaşların. Hamımızın etirazımız var qiymətlə bağlı. Bu qiymətləri düzəliş eləsinlər. Çox aşağıdır. Yəni faiz də çox çıxır, qiymət də çox aşağıdır. Uşaqlar da işləmək istəmir, belə. Yəni benzin də bahadır, özünüz bilirsiniz də. Bununla bağlı bir ölçü götürsünlər. Xahiş edirik yuxarıdakı qurumlara, Boltun rəhbərliyinə xahiş edirik, Ayna şirkətinə xahiş edirik. Bununla bağlı bir tədbir görsünlər. Minimum eləsinlər 2 manat 50 qəpik. Çünki Sumqayıt balaca bir şəhər olmayaraq, Gəncə ondan böyükdür. Sumqayıtda 2 manat 50 qəpikdən başlayır, burada 1 manat 80 qəpikdən başlayır. Bunu nə cürə başa düşək, qardaş? Etirazımız budur. Qiymətlərdən narazılığım var. Əvvəl məsələn yazırdı 4 kilometrə 2.20, 2.30. Endirim olurdu məsələn 2 manata düşürdü, o heç. İndi yazır 4 kilometr, 5 kilometrə 1.90. O da yəni nə benzinimizi çatdıra bilirik, nə Boltun komissiyasını ödəyə bilirik. Minən müştəri də 1.90-lıq zakaza kondisioner istəyir. Kondisioner də vuranda Dvaynoy benzin işlədirik. Yəni bunları nəzərə almağınızı xahiş edirik sizdən. Nə vaxtdan, yəni axır 3-4-5 aydır ki, belədir. Yəni əvvəllər qiymətlər yenə deyirəm 2.20, 2.30-dan başlayırdı. Yəni 4 kilometrə, 5 kilometrə 2.30, 2.40, 2.50 yazırdı. İndi isə axır 3-4 aydır qiymətlər çox düşübdür. Günə məsələn aparırıq 30 zakaz, hamısını demək olar ki 1.90-dan aparırıq. Axşama işləyirik ki 60-70 manat qalır. Əvvəl amma belə deyildi. Məsələn 2.20-dən 2.30-dan aparırdıq. Müştərilərimiz də sağ olsunlar 3 manat verirdilər. Yəni onunla daha yaxşı idi. İndi isə 1.90-dan heç sərf etmir.